Salam dostlar, mən bu sualı şərhlərdə çox görürdüm ki, bəs mən Sima imzanın parolunu itirmişəm. Öz hesabıma necə daxil ola bilərəm? Buna görə də qərara gəldim ki, belə bir video çəkim. Əvvəlcə Sima imzaya daxil olursunuz. Burada Terms and Conditions şərtlər bölməsini klikləyirsiniz. Daha sonra qeydiyyatdan keçmək register hissəsini yenidən klikləyirsiniz. Bu açılan pəncərədə isə şəxsiyyət vəsiqəsinin seriya və fin kodunu qeyd edirsiniz. İlk sətirdə AA və ya AZ sizdə hansıdırsa onu seçirsiniz. Növbəti sətirdə seriya nömrəsi rəqəmlərlə, ən aşağı sətirdə isə fin kodu daxil edirsiniz və Continue davam etmək bölməsini seçirsiniz. Burada yenidən davam etmək. Artıq bu mərhələdə isə telefonun ön kamerası açılacaq və siz öz kimliyinizi təsdiq etmək üçün şəklinizi çəkəsiniz. Eynən bu şəkildə ilk dəfə qeydiyyatdan keçərkən necə keçirsinizsə, telefonu üzünüzə tutacaqsınız və şəklinizi çəkəcəksiniz. Daha sonra isə bir pəncərə açılacaq və həmin pəncərədə bizdən yeni bir pin kod yaratmağınız tələb olunacaq və artıq hesabınıza daxil olarkən əvvəlki unutduğunuz parolun heç bir önəmi qalmayacaq. Yeni yaratdığınız pin kodla hər dəfə hesabınıza daxil ola biləcəksiniz. Mən burada random ədədlər seçdim. 6 rəqəmli bir kod yaratdım. Və gördüyünüz kimi bu mərhələdə artıq Sima hesabımın yaradılması prosesi gedir və beləcə öz hesabıma daxil oldum. Siz də əgər parolunuzu unutmuşsunuzsa, bu metodla yenidən öz hesabınıza daxil ola bilərsiniz. Əgər faydalı oldusa kanalı izləməyi və şərh yazmağı unutmayın.